6 ay sonra sizi təkrar görməliyəm. Bəzən bu ifadə pasientlərdə təşviş yaradır. Lakin konkret olaraq süd vəzi müayinəsindən söhbət gedərsə, izlədiyimiz kütlə tam olaraq xoş xassəli radioloji əlamətlər vermirsə, bizdə az da olsa şübhə yaradırsa, biz pasientlərimizi təkrar çağırırıq. 3 və 6 ay ərzində pasientlər təkrar çağırıldıqda, həmin kütlənin formasında, ölçüsündə, ətraf toxuma ilə münasibətində və damar şəklində radioloji dəyişikliklər olarsa, biz pasientlərimizi biopsiya ilə hüceyrə səviyyəsində araşdırırıq. Əgər saydığım əlamətlərdə heç bir dəyişiklik olmazsa, bu bizdə əminlik yaradır və xoş xassəli olmasından artıq əmin oluruq. Belə hallarda illik kontrol müayinələrə dəvət edirik. Ona görə əgər sizi radioloji təqib qrupuna daxil edibsə həkiminiz, ona etibar edib inanmaq lazımdır, qorxmaq lazım deyil. Onu da xatırladım ki, altındakı səbəb xoş xassəli olmasa belə, təqib müddəti bir pasiyentin həyatı üçün təhlükə yaradacaq uzun bir vaxt deyil.